Salam dostlar. Hər gün soruşurdunuz Sorento hibrid. Gəlmişik Acman bazarına. Gördüyünüz kimi nə maşınlar deyirsiniz var. Deyirdiniz zədəsiz maşınlar. İndi bu gün çəkiliş edib qrupa atıram. Kimə nə lazımdırsa, indidən əlaqə saxlayın. Burada ətraflı sizlərə maşınları göstərək. Birinci başlayırıq Kia Sorento. Kia Sorento gördüyünüz kimi hibriddir, 1.6 motordur. Tam zədəsiz maşındır, B-klassika maşındır. 360 kamerası var. 360 kamerası. B-klassikadır da yəni maşın. Gördüyünüz kimi. Kim istəsə əlaqə saxlaya bilər. 1.6 hibriddir. Koreykadır maşın, Koreya maşını. Kimə lazım olsa əlaqə saxlasın. İndi burada ətraflı məlumat verəyin. Alıb göndərə bilərik. Salonuna gəldikdə belə bir gözəl salonu var. Gördüyünüz kimi head-up'ı var. 2024'də 29.000 kilometr yol gedib dostlar. 1.6'da motordur. 2024 1K 23'ün 12-ci ayıdır. Gördüyünüz kimi 23'ün 12-ci ayı 1K'dır. 28.000 kilometr yol gedib. Kilometrdir bu. Maşın çox ideal vəziyyətdə, koji salondur. Rol qızdırıcıdır, stenli qızdırıcıdır, uzaqdan xodlanmadır, stenli soyuducu, qızdırıcı. Nə bilim, maşın ideal bir şeydir. Kimə lazım olsa əlaqə saxlaya bilər. Bu bunun VIN nömrəsidir, gördüyünüz kimi. Bu bunun VIN nömrəsi. Arxa stenli qızdırıcısı var. Radnoy pərdələr var. Gördüyünüz kimi panorama dam. Maşın ponlu fulldur. 7 yerliydi dostlar. 7 yerliydi gördüyünüz kimi. Kimə lazım olsa indidən əlaqə saxlayın, ətraflı məlumat verək. Yəni bu maşını almağa dəyər. Bir dənə nöqtə belə yoxdur, B-klassika maşındır.